الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. من بعد فأوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və devam edirik Ə'ləməs-Sünnəl Mənşur adlı risalənin tədrisinə. Və necə bilirsiniz, qədərə imanla bağlı suallarda da hələ müəllif bizdə oynan həmçinin. Və keçən dəfə qədərin mərtəbələrindən birinci mərtəbəsinə toxunduq. Və deyik ki, birinci mərtəbəsi nə idi? Qədərin elm. Yəni Allah Taala'nın elmi. Və Allah Taala'nın elmi əzəlidir və həmçinin də Allah Taala'nın zuhur elmi var. Baş verdiyi anda Allah Taala bilir onu. Baxmayaraq bu məsələdə əhl-i sünnəyə müxalif olan tayfalar var və qeyd etdik ki, əsasən fəlsəfəçilərdir, hansılar ki, iddia edirlər ki, Allah Taala ümumən bilir, lakin təfsilatlı şəkildə bilmir, cüziyyətləri bilmir. Həmçinin o tayfa ki, qədərlər iddia edirlər ki, Allah Taala hər şeyi olandan sonra bilir və tam əksini deyənlər ki, Allah Taala'nın ancaq əzəli ilmi var. Allah Taala'nın ancaq əzəli ilmi var. Bu da bəzi kəlam əhlinin sözüdür. Sonra müəllif bu yeni bir suala keçir. Yenə qədərlə, mərtəbələri ilə bağlıdır. Bu dəfə ikinci mərtəbəyə toxunur. Deyir ki, mə dəlilu əl-mərtəbət-ət-thəniyyə. Qədərin ikinci mərtəbəsinin dəlili nədir? Nədir ikinci mərtəbə? Və hiyəl-imanu bi kitabətil məqadir. Bu, qədərin yazılmasına imandır. Yəni, iman edirik ki, qədər yazılıb. Nə varsa hər şey Allah Taala yazıb. Və cavab verir, deyir ki, cavab da budur ki, Allah Taala buyurur, وَكُلُّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ. Biz hər bir şeyi açıq aydın rəhbərdə, yəni kitabda, yəni Lövh-ül Məhfuzda saymışıq. Yəni bir-bir. Yəni qeyd etmişik. Həmçinin buyurur ki, Allah Taala Həcc surəsində İnnə zəlikə fi kitab. Həqiqətən bu kitabdadır, yəni yazıdadır. Kitab yəni yazı, Lövh-ül Məhfuzda yazıdadır. Həmçinin Allah Taala Musa ilə Firavunu xatırlayır və Musanın Firavuna gətirdiyi hüccəti qeyd edir. Deyir ki, qalə fəmə bəlul qurunul ulə. Firavun deyir ki, elə isə bundan əvvəlki ümmətlərin, yəni bundan əvvəlki əsrdə olan insanların, ümmətlərin halı necə olacaq? Qalə ilmuhə ində rabbi fi kitab. Dedi ki, onun elmi Rəbbimdədir, kitabda. Yəni Lövh-ül Məhfuzda yazılıb. Lə yadillu rabbi və lə yənsə. Rəbbim nə? Azar, yəni nə də ki, yəni nə xəta edər, nə də ki, unudar. Taha surəsinin ayələri 51-ci, 52-ci ayələri. Həmçinin deyir ki, müəllif, eləcə də Fatir surəsinin 11-ci ayəsi. Buna dəlildir ki, hər şey yazılıb. Deyir ki, Rəbbimiz وَمَا تَحْمِلُ مِنْ أُنْثَى وَلَا تَضَعُهُ إِلَّا بِعِلْمِهِ. Elə bir, yəni bətnində övlad daşıyan və ya bala daşıyan elə bir dişi yoxdur və onu dünyaya gətirən yoxdur ki, Allah Taala'nın elmində olmasın. وَمَا يُعَمَّرُ مِنْ مُعَمَّرٍ وَلَا يَنْقُسُ مِنْ عُمْرِهِ. Və ya uzun ömür yaşayan və ya ömründən qısalan elə bir kəs yoxdur ki, İllə fi kitab. O kitabda olmasın, yəni yazılmasın. İnnə zəlikə aləllahi yəsir. Bu Allah Taala üçün asandır. Asan bir şeydir. Və qeyri dəlikə minəl əyət. Və qeyri digər ayələr necə ki, müəllif buyurur. Və sonra deyir ki, və qalə sallallahu aleyhi və səlləm.
Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, mə min nəfsin mənfusə, elə bir nəfəs alan, elə bir nəfs yoxdur ki, illə və qad kətəbəllahu məkənəhə minəl cənnəti və nər. Allah Teala onun cənnətdə və ya cəhənnəmdəki yerini yazmasın. Və illə qad kutibə şəqiyyən əv səidə. Artıq yazılıb, bədbəxtdir, yoxsa xoşbəxt. İmam Muslim rəvayət edir və həmçinin İmam Muslimin rəvayət etdiyi başqa bir hədisdə Suraqa ibn Malik ibn Cəşəm radiyallahu anhu rəvayət edir. Suraqa ibn Malik ibn Cəşəm kimdir bu? Əl-Mudləci. Kunyası da Əbu Sufyandır. Kunyası Əbu Sufyandır. Məşhur səhabələrdəndir. Və məşhur hekayəsi də Peyğəmbər sallallahu aleyhi və səlləm hicrət edəndə Əbu Bəkrlə onların dalınca gəlib çatır onlara. Onların dalınca gəlib çatır, yəni axtarmaq üçün. Hələ İslamı qəbul eləməmişdi. Lakin çatanda onlara atının ayaqları batır torpağa. Çıxmır. Və orada olan möcüzəni görəndən sonra İslamı qəbul edib. Və çox səhabədən, təbiindən hədis rəvayət edilir. Və deyilir ki, Osman ibn Affan radiyallahu anh'ın xilafəti dövründə vəfat edib. Hicrətin 24-cü ilində bəziləri deyib ki, Osmandan sonra vəfat edib. Sual verir bu səhabə Peyğəmbər sallallahu aleyhi və səlləmə. Deyir ki, ya Rasulallah, beyyin lənə dinənə, kəənnənə xuluqnəl ən. Bizə dinimizi aydın bəyan et. Sanki indi xəlq olunmuşuq. Fīməl əməlül yevm. Elə isə əməl bugün nəyə lazımdır? Əfīmə cəffət bihil əqləm və cərat bihil məqadir əm fīmə nəstəqbil. Davam edir, sual deyir ki, qələmlərin quruyub, təqdir edilənlərin axdığına görə, yəni qələmin yazdığına görədir əməl, yoxsa ki, gələcəkdə, yəni başımıza gələnlərə görə. Və deyir ki, sallallahu aleyhi və səlləm, lə, xeyr, bəl fīmə cəffət bihil əqləm və cərat bihil məqadir. Əksinə, qələmin quruduğuna, yəni yazıb qurtardığına və təqdir olunanın qeyd edildiyinə görə, axdığına görə, yəni yazıldığına görə. Yenə təkrarlayır sualını, deyir ki, qalə fīməl əməl, elə isə əməl nəyə lazım? Qalə əməlu kullu müyəssər. Dedi ki, sallallahu aleyhi və səlləm, əməl edin, hər kəs üçün asanlaşdırılacaq. Başqa bir rəvayətdə deyir ki, sallallahu aleyhi və səlləm, kullu amilun müyəssirun li əməlihi və qeyri dəlikə minəl hədis. Deyir ki, sallallahu aleyhi və səlləm, hər bir əməl edən üçün əməli asanlaşdırılacaq. Sonra müəllif deyir ki, və digər hədislər hansılar ki, dəlalət edir ki, qədərin bu mərtəbəsinə iman etmək vacibdir. İkinci mərtəbə, və bundan əvvəl də toxunmuşduq müəllif gətirəndə ikinci mərtəbəyə, yəni qədərə imanın mərtəbələrindəndir, hansı ki, müsəlman ona iman eləməlidir. Və orada müəllif daha çox dəlil gətirmişdi. Və bundan əvvəl də, əvvəlki dərsdə də elm mərtəbəsində bir qaydaya toxunduq. Dedik ki, hər bir dəlil, hansı ki, yazıya dəlalət edir, yəni Allahın hər bir şeyi təqdir edib, yazdığına dəlalət edir, o dəlillər hamısı Allah Taala'nın elminə dəlalət edir. O dəlillərin hamısı Allah Taala'nın elminə dəlalət edir. Ona görə bundan əvvəlki dərsdə dedik ki, elm mərtəbəsi ilə yazı mərtəbəsi arasında əlaqə var. Nədir o əlaqə? Umum və xüsus. Ona görə yazılan bilinəndən daha xüsusidir. Yəni yazmaq xüsusidir. Elm, yəni Allah Taala'nın elmi genişdir, ümumidir, hər şeyi əhatə edir. Amma nə yazılıb lövh-ül mahfuzda, bu mərtəbə ilə bağlıdır. Yəni ikinci mərtəbə ilə. Bu da daha xasdır. Yəni
Allah Taala'nın elmindən, bildiyindən daha xas nədir? Yazmağı. Ona görə də nə təqdir edib yazıb Allah Taala Levh-ül Məhfuzda hər bir şeyin qədərini qeyd edib. Xəlq etməmişdən əvvəl, yeri, göyü xəlq etməmişdən əvvəl qeyd olunub nə olacaq? Ta qiyamətə kimi. Və şək yoxdur ki, Allah Taala'nın elmi genişdir. Və Allah Taala'nın elmi yazdığından daha əhatəlidir. Necə ki, bundan əvvəlki dərsdə qeyd etdik. Və təfsilatı ilə qabaqçı dərslərdə də gələcək. Sonra müəllif növbəti suala keçir. Deyir ki, kəm yədxul fi hədihil mərtəbə minət təqadir. Bu mərtəbəyə neçə təqdir daxildir? Yazı mərhələsinə bir neçə mərhələ daxildir. Və müəllif ayırıb onu. Ona görə sual verir ki, bu mərtəbəyə neçə təqdir daxildir? Və cavab verir ki, bu mərtəbəyə 5 təqdir daxildir. 5 təqdir daxildir. Və hamısı da əslində elmə qayıdır. Bütün hamısı elmə qayıdır. Yəni yazı elmdən sonradır. Ona görə də hamısı elmə qayıdır. Ən birincisi nədir? Deyir ki, təqdirul əvvəl. Birinci təqdir, kitabətu zəlikə qablə xalqı səməvati vəl-ard bi 50.000 sənə. Hər bir şeyin Allah Taala yazıb, yeri göyü xəlq etməmişdən nə qədər qabaq? 50.000 il qabaq. Deyir ki, indəmə xaləqəl qələm. O vaxt ki, qələmi xəlq etdi. Gələcək qələmi xəlq edəndə nə deyib ona? Və ona deyirlər əzəli təqdir. Hər şeyin yazılması, yerin, göyün 50.000 əvvəl xəlq olunmamışdan qabaq yazılması, yəni qələm xəlq olunanda bu əzəli qədərdir. Bu birinci mərtəbədir. Sonra müəllif deyir ki, ikinci mərtəbə isə ət-təqdir əl-ömri, ömrü təqdir. Nə vaxt? Hinə əxədəl mithaq. O vaxt ki, Allah Taala əhd alıb hər birimizdən. Xəlq etdiyi hər bir nəfsdən Allah Taala əhd aldığı gün o ömrü təqdirdir. Və onlara deyəndə ki, ələstu bi rabbikum, məgər sizin Rəbbiniz deyiləm. Və hamı da etiraf edib, unutsaq da. Üçüncü təqdir, bu mərtəbədə təqdir, o da ömrü təqdirdir. Necə ki, müəllif deyir, ət-təqdirul ömrü aidən təxliqun nutfəti fir-rahim. Ömrü təqdir nə vaxt? Ana bətnində nütfənin xəlq olunması. Ana bətnində nütfənin xəlq olunması. Dördüncüsü təqdirül həvli fi leylətil qadr. İllik təqdir, illik qədər nə vaxt? Qədir gecəsində. Qədir gecəsində illik təqdir var. Və beşinci, ət-təqdirul yevmi, günlük təqdir. Və huvə tənfizu kulli zəlikə ilə məvdi'ihi. Bu da nədir? Bütün bunların öz yerində icrasıdır. Yəni, bütün bu təqdirlərin öz yerində həyata keçməsidir. Ona görə fikir versək, müəllif mərtəbələrə bölüb bu təqdiri. Yəni, yazı ilə bağlı olan qədəri mərtəbələrə bölünüb. Hansı yazı ilə? Lövh-ül Məhfuzda olanları. Sanki hamısı Lövh-ül Məhfuzdadır. Lakin təfsilat var o yazılarda. Ona görə də Lövh-ül Məhfuzda olan təqdir əzəlidir, qədim yazıdır. Lakin ondan sonra gələn mərtəbələr onun təfsilatıdır. Onun təfsilatıdır. Ona görə ikinci mərtəbə, hansı ki yazı mərtəbəsidir, Allah Taala onda yazıb hər şeyin qədərini, yer, göy xəlq olunmamışdan 50.000 il qabaq, sonra ondan sonra təfsilat verib. Yəni, təfsilatı şəkildə təqdir edib. Ona görə birinci mərtəbə ilə bağlıdır bütün bu təfsilat. Sanki birinci mərtəbə
bu yazıda ümumidir, digəri isə xüsusidir. Ona görə müəllif ayrıca 5 təqdirə toxunub. Ayrıca 5 təqdirə toxunub qısaca. Və qeyd edib ki, birinci mərtəbə yazı ona bu 5-i daxildir. Yəni bu 4-ü daha doğrusu bu birinciyə daxildir. Və bu birinci də nə adlanır? Allah Taala'nın qədim təqdiri, yəni əzəli təqdiri, hansı ki Lövhül Məhfuzda qeyd edib və Lövhül Məhfuzda olan təqdir ondan heç nə kənara çıxmır. Ona nə artırılır, nə də azaldılır. Baxmayaraq bu təfsilat var təqdirdə. Lakin əsas olan əzəli qədim təqdirdə olanlardan heç nə azaldılmır, heç nə artırılmır və müəllif də bunlara ayrı-ayrı dəlillər zikr edəcək. İnşallah onu da gələn dərsimizə saxlayırıq. Allah Teala bizi eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl ğafurur rahim.